Xoş gördük. Deməli, bu günlərim yalancı dolma bişirdim. Təzə yarpaq, yəni üzüm yarpağı, təzə nanə, təzə bitkilər. Çox gözəl, çox dadlı. Belə 2 boşqaf yemişəm. Bu isə yeni TikTokda gördüm. Belə bir yeni dolma bükülmə üsuludur. Ətlə daha qəşəng olur. Bu yalancı dolma olduğu üçün hamısını bükmədim ki, sizdə yalancı dolmada düyülər şişir. Açıla bilər. Səhifənin adını çox təəssüf ki, unutmuşam. Yəni öz kəşfim deyil. Ətlə çox qəşəng olur. Ona görə də bu da maraqlı üsuldur. Elə belə sınadım. Yalancı dolma olanda uzun bükmək daha yaxşıdır ki, onda düyü onun içərisindən partlayıb tökülməsin. Məndə əslində bu dolmada keşniş şüyüd əsas rol oynayır. Məndə həyatda olan ən çox cincilim tökdüm. Birinci dəfədir ki, cincilimlə dolma elədim. İnanmazsınız, çox gözəl. Biraz boyanam, keşniş və əlimə nə gəldi? Demək olar ki, soğan, quru soğan, yumru düyü, birazca da uzun düyü var idi. Mümtaz xırda olduğu üçün biraz da mümtaz düyüsü əlavə elədim. Bol-bol göyərti, inək yağı, birazca da duru yağ. Məsələn, büktüm atdım ora, o qədər gözəldir. Onu da sizə deyim ki, təzə yarpaq idi deyə dolmanın dadı, rəngi çox gözəl idi. Demək olar ki, 1-2 saatdır belə düzmüşəm. Hələ çəkilişi indi eləyirəm. Canlı yayımda idim ona görə. İnanın ki, o qədər gözəl, dadlı. Bura quyruq da əlavə olunur. Ən çox bizdə Ağdamda bunu quyruqla bişirirlər. Mən quyruqsuz elədim. O ət yeməyənlər var. Məsələn, ətlə sevmir, amma dolma istəyir. Ona pişirin. Sizi inandırım, ətdən də dadlı oldu. Çox bəyəndim. 2 boşqafda yedim. Yəni paylaşmaqda məqsədim öyrənmək və öyrətməkdir. Həqiqətən də yalancı dolma superdir. Yəni göyərti ilə, belə deyim də, ət yeməyənlər üçün təzə yarpaq, təzə nanə burada əsas olmalıdır. İstəsəz quyruq əlavə eləyin, istəsəz yox. Bax belə. Paylaşdım ki, biləsiniz. Mənim çox xoşuma gəldi. Bir sözlə super. Bu da belə sizə gözəl qızlarımıza gözəl günlər. Bu günün adı nədir? Yazın gəlsin. Mən də artıq solurlar. Bu da mənim saxsı lənddən olan qazanımdır. Çox sevirəm. Hələ onda yeməklər inşallah gələcəkdə pişirib paylaşmaq fikrim var. Belə gözəl, gözəl, gözəl. Pişirin, yeyin. Mənə də sağ ol deyin. Videolarımı nə olar təkrar paylaşım edin, kayd edin, bəyənin. Yəni orada bir bəyənmə düyməsi nədir ki? Sadəcə baxış sayı artıq olsun. Olsa TikTok bizə pul vermir. Hələlik sağ olun.